Araşdırmalara görə zəngli saatın yaratdığı anlıq stress bədənimizin dözümlülüyünü azaldır və uzun müddətli sağlamlıq problemlərinə səbəb olur. Zəngli saatın səsi yuxu dövrünün dərin mərhələsini ani şəkildə pozur. Bu oyanış bədənin təbii balansında fəsadlar yaradır. Bununla yanaşı psixoloji baxımdan işə gecikdim, tələsirəm, vaxtım yoxdur kimi düşüncələrlə təşviş aşılayır. Mütəxəssislər səhər saatlarında yaranan bu ani stressin bədənin hormon səviyyələrinə və nevroloji funksiyalarına mənfi təsir göstərdiyini bildirir. Beyindəki kortizol səviyyəsinin yüksəlməsi bədənin stressə daha həssas olmasına yol açır. Həmin dövrün narahatlıqla keçirilməsi gün ərzində daha çox yorğunluğa və diqqət dağınıqlığına səbəb olur. Buna görə də mütəxəssislər daha təbii yuxu sistemlərinin qurulması və səhər tədricən oyanma üsullarının tətbiqini tövsiyə edir. Həmçinin zəngli saatın seçimi və səsini daha az narahat edici etmək insanların günə daha az stressli başlamasına kömək edə bilər.